qış alış-veriş etmişik, qış paltarları almışıq, bir-iki bir şey. Tez gətirdim kuxnyaya stolun üstünə ki, çəkim burada, içərki otaqlarda imkan çıxırım. Tutub içərki otaqlarda uşaqlar uzanıb, yorulublar. Yoldaşım yatıb, ona görə tez burada qısa çəkim. Daha sonra gedim digər işlərimə. Deməli, nələr almışıq? Bu aldıqlarımızın içində bir 300 manat hardasa xərcləmişik. Onun içində bir dənə bu yoldaşımdır. Bir dənə belə papaq alıb özünə. Vəssalam. Deməli, bu gördüyünüz mənim şalvarımdır. Deməli, belə qara. Heç vaxt belə qaşdı geyinməmişəm. Getdim, su içdim, gəldim. Deməli, göstərim. Heç vaxt belə dediyim kimi qaşdı geyinməmişəm. Nə bilim, yoldaşımın xoşuna gəldi, uşaqların da ən çox. Ki, al, belə bəqi gedir də bu da. Belə sırf aşağıyacan qaşdı. Dediklərinə görə tökülmür. Da indi bilmirəm, tökülməz. 35 manata almışam. Belə. Bu da firması bilmirəm, bilək kokodur, nədir, belə bir şeydir. Bu getdi. Daha sonra bu. Gəlir bu. Bu Ailişin koftasıdır. Ona belə bir kofta almışıq. Özü seçib. Mən daha belə qaşdı, qəşəng var idi. Onu götürürdüm, amma istəmədi. Dedim, amma mən bunu xoşladım. Bu Ailiş üçün belə içərisi də qalındır. Leoparlı koftadır. Miyu. Belə bir şey. Bu Ailişin koftası. Daha sonra bu Ayliskamın bəqisi. Bu o Ailiş belə seçdi. İndi paltar belə yaxşı görsənmir, amma əyində yaxşı görsənir. Belə onun bəqisi. Telefonu bir yerə qoyub da göstərə bilərdim. Amma belə tez tələsirəm deyənə tez belə çəkim. Daha sonra gəldik bura. Ailinin koftası 15 manat. Şalvarı 23 manat. Bu Denizin şalvarı. Dəniz bu renkdə seçdi. Onda da bəqidir dediyim kimi. Dənizin şalvarı 27 manat. Burası da belədir. Kəmərli bir modeldir. Çox yaxşı modeldir və bir dənə qalmışdı. Ona görə ucuz verdi. Əslində 35 idi qiyməti. Belə. Bu da onun. Daha sonra gəlirik buna. Burada nə var? Deməli, bu mənim ayaqqabım. Yağış üçün ayaqqabım yox idi. Belə bir şey. Qoy, açığı var. Bu mənim ayaqqabım. Ayaqqabı nə idi? Kampus deyirlər. Nə deyirlər? Desə elə bir şeydir. Yoxsa bəlkə də. Kampus. Belə bir şey. Rahat aldım. Məktəbə geyinməyə, məktəb yolu. Belə aldım. Daha sonra bu mənim ayaqqabılarım, akkuşlarım geyinilməyib deyəni yanonsda stolun üstünü sonra siləcəm. Daha sonra bu il Ailinin kurtkası yox idi. Ona belə bir papaq. Boz rəngdə. Baxın. Ne qəşəngdir. Ailişə belə bir papaq. 5 manata səhv eləmirəmsə. Ayaqqabı da 20 manat. Daha sonra Ailişə bir dənə belə kurtka. Baxın, xalalar. Bir dənə belə kurtka aldıq. 150 ölçü. Bir dənə belə kurtka. Ağ rəngdə var idi. Amma özü belə seçdi. Qolları belə çırt-çırt açırsan, bağlayırsan. Nə bilim, belə bir şey, kəmərli bir şey. Burada cibi var. Belə. Oy, aça bilmədim. Möhkəmdir. Təzədə istifadə olunmuyor. Ay. Açılar. Nəhayət açdıq. Belə bir cibi var burada. Daha sonra həm belə knopkalıdır, həm də zamokla istifadə olunur. Bu da belə, başında da belə papağı var. Bu da Ailişin. Burası belə bənövşə yazıları var. Daha sonra bu kimin idi? Bu da Fidoşun. Ay Allah, bunu nə qədər axtarmışıq. Ki bu model hara gedir, yoxdur.
İmенно istəyir bəqidir bu da. Bu 33 manat, 30 manat şalvara verdi, 3 manat da ayağını kəsdilər. Deməli ki, bu nədir? Burası ağ deyir, nə bilim, dəbdədir, nə bilim, nəysə belə bir şeydə geyinirlər. Kimdəsə blogerlərdə görmüşdü. Belə bunu fidançın ən çətin bunu tapdıq. Çox axtardıq. Sırf qara var idi, sırf boz var idi, amma qara bozun sintezidir də ortasında, qıraqlarında. Belə bu da Fidoşun. Qızların koftası içəridə qalıb gedib, bunu da gətirib çəkəcəm. Bir də Fidoş özünə, mənə abadokumu da ver. Bir də Fidoş özünə belə bir dəst aldı. Bunun hər rəngi var idi. Amma qara rəngini seçdi. Açıb bir dənə bu. Daha sonra bunlar heç iç geyimləridir. Bu da mənim abadokum. Belə. Çok qəşəngdir, rahat. Daha sonra bunlar, burada nələr var? Uşaqlar üçün iç geyimidir. Belə Aylişə corab. Ayliş bu il bozdan gedir. Seçmişdim Aylinə. Daha sonra corab. Yenə corab. Və corab. Bunlar da geyimidir. Dəniz belə Nike götürdü özünə. Nike'ın corabı 1 manataydı. Daha sonra yoldaşıma 2 dənə belə corab. Qalın corabdır. Bunda biri 1 manat idi. 1 manat, 2 manat, 3 manat. Bu da 1 manat idi. Bunu mən Fidana aldım. Belə qara. Bir dənə də əlavə özümə belə bozlu götürdüm. Bu da Aylişə corablarımız çox idi. Prosta elə belə aldıq. Başqa bir də uşaqların koftası qalıb. Digər aldıqlarımı da bunları yığışdırım, onları gətirim. Onları göstərdim, yığışdırdım. Daha sonra qalan bunlardır. Son paket. Deməli bilirsiniz ki, mənim fenim yanmışdı. Fidan yandırmışdı. Elifin belə bir fenini aldım. Çox təriflədilər. Dedilər ki, yəni yaxşısı budur. Brown da var idi. Nə bilim, başqa firmalarda var idi. Yəni ən yaxşısı, ən məsləhətlisi bu idi. Bahası da bu idi. Ona görə bunu götürdüm. İndi tabi bilmirəm bu nə qədər vaxt gedəcək, bizə necə çıxacaq, çıxmayacaq. Bir dənə bu fenimiz. Daha sonra bu da qızların koftası. Bu Fidanındır, qalın. Belə. Həm payızlıq, həm qışlıqdır. İkisini geyinmək olar. Qalındır, qalın jaket kimidir. Bu rəngin Fidan götürdü 17 manata. Daha sonra feni 29 manata. Daha sonra bunu, bu rəngini də Dəniz götürdü. Yəni o istədi. Belə baxın, xətləri falan var. Qalındır. Bunun nazikləri də var idi. Biraz ucuz idi. Bunlar qalındır. Daha sonra gəldik. Bu da benim. Belə bir dənə balonka jilet almışam. Zara model. Yəni Zara yazılıbdı üstündə belə. Daha sonra buradan 2 dənə qəşəng cibi var. Belə. Baxın. Mən almışam 25 manata. Amma bunun elə bir burası olmayanı var. Da qısa. Biraz qısa. Eyni bu model. Biraz qısa. Onlar 20 manata idi. Belə qəşəng qalındı. Bunda bir tük nazikləri var idi. 18 manata. Bu qalındı. Yəni havalar tam soyana qədər geyinmək olar. Belə, bu da mənim jiletim, bu da son paket. Bu da bizim alışverişimiz. Keçin bir-iki də produkt almışıq, onları da göstərim sizə. Araz marketə girmişdik yol üstü. Dedim, bir şey almağa girdik. Bunları almışıq. Deməli, 2 dənə toyuq aldım. Belə, mandarin. 1.20'ye düşmüşdü. 1 manat 84 qəpikliyə almışıq. Kartof, qəşəng kartof idi. Daha sonra bunlar heç çörək. Yəni 3 dənə belə, bir də belə baton çörəklər. Bunu Arazdan almamışıq. Yanday market var, oradan almışıq. Daha sonra belə 15'li yumurta, 2 paçka. Daha sonra belə üzüm. Bir də soğan. Bir də Zuzi 2 dənə yemək. Birini yeyib. Oca gəlməmiş.
Bir də bir balıq yeri var idi. Oradan belə duzlu balıq könlümə düşmüşdü nə qədər vaxtı. Belə duzlu balıq almışıq. Все. Bu gün də bazarlığı bunlar.